Hər kəs salam, Kripto Azərbaycan izləyiciləri, yeni bir video ilə daha qarşınızdayım. Dostlarım, bu gün Bitcoin-in qurucusu, yəni blokçeynin yaradıcısı kimdir? Bitcoin-i kim icad elədi? Onu əslində mən tapmışam, sizlərlə də, yəni mən tapmışam deyəndə ki, dəlillər falan bunu göstərir. Sizlərlə də bölüşmə qərarına gəldim. Həqiqətən də çox məntiqlidir bu arada. Gördüyünüz kimi Google-a Satoshi Nakamoto yazdıqda, yəni bilirsiniz ki, Bitcoin-i, blokçeyni quran şəxsin adı Satoshi Nakamoto'dur. Satoshi Nakamoto yazdıqda qarşınıza 6 şəxs çıxacaq ümumilikdə araşdırmağa başladığınızda. Birinci şəxs əsasən budur. Dorion Nakamoto. Yəni Satoshi Nakamoto olduğuna 2014-cü ilində inanırdılar insanlar tərəfindən, yəni deyirdilər ki, hər kəs Satoshi Nakamoto budur, blokçeyni quran, Bitcoin-i yaradan şəxs, baxın burada budur. Ondan sonra təbii ki, bu olmadığını açıqladılar. Bunu kim açıqladı? Satoshi Nakamoto 2014-cü ilin martın, baxın burada sizə göstərim, 2014-cü ilin martın 7-sində bir post paylaşdı ning.com saytında. Mən Dorion Nakamoto deyiləm sözünü paylaşdı. Yaxşı, Satoshi Nakamoto onda belə sual çıxır ki, yəni kimdir? Bir sistem varsa bu sistemin əlbəttə ki bir yaradıcısı olmalıdır. Burada dostlarım, %100 ehtimal, baxın %99 yox, %100 ehtimal Hal Finney idi. Yəni Bitcoin-in və blokçeynin yaradıcısı budur. Onsuz da bunun 2004-cü ildə Ripple saytını qurması falan blokçeynə daha yaxın olması, yəni Bitcoin-ə daha yaxın gördüyü işlər falan hamısı göz qabağındadır. Niyə görə bu adamdır? Yaxşı, səbəb nədir? Əsas səbəblərdən biri, dostlarım, baxın bu tranzaksiyadır. Yəni bu tarixdə ilk Bitcoin-in haşıdır. Yəni ilk Bitcoin elə bir məndən sənə göndərilib. Əgər ki mən blokçeyni yaradıcıydım, təbii ki nə edərdim? İlk öncə Bitcoin-i deyək ki, yaratmışam, blokçeyn texnologiyasını yaratmışam. İlk öncə bunu özüm test edərdim. Blokçeyndə bir dəftərdir dostlarım. Bura qeyd olunan heç nə silinmir. Başa düşdünüz? Yəni bu algoritm bu şəkildə yaranıb. Burada gördüyünüz kimi Satoshi Nakamoto ən birinci Hal Finney'ə 10 Bitcoin göndərir. Hal Finney hesabına 10 Bitcoin göndərir. Yəni ki bu tarixin ilk kriptovalyuta tranzaksiyasıdır. İlk kriptovalyuta pul göndərimidir. 10 Bitcoin-i əslində Satoshi Nakamoto, bir sözlə belə deyim, Hal Finney'in yaratdığı bir obrazı idi. Sadəcə olaraq adının bilinməsini istəmirdi, amma günümüzdə yaşasaydı, bunu %100 deyirəm ki, özü açıqlayacaq etikədə, yəni blokçeynin, Bitcoin-in qurucusu mənəm. Burada gördüyünüz kimi 12 yanvar 2009-cu ildə bu tranzaksiya reallaşır. Yəni ki, Hal Finney Satoshi hesabından Hal Finney'ə 10 Bitcoin göndərilir. Bu buraxılan ən böyük izlərdən biridir. Axı dedik axı blokçeyndə heç bir əməliyyat, baxın dostlarım, ömür boyu silinmir. Və burada da gördüyünüz yaranan bu tranzaksiya ilk əməliyyatlardan biridir. İlk əməliyyatlardan biri deyil, daha doğrusu ilk əməliyyatdır. Amma Hal Finney Bitcoin Talk, yəni Bitcoin-in forumunda, özlərinin qurduğu forumda elə söhbət edir ki, yəni sanki Satoshi Nakamoto bu deyil, bu da sıradan insanlar kimi Satoshi Nakamoto'nun fikrinə dəstək verir və Satoshi Nakamoto ilə ancaq mesajlaşdığını falan mail üzərində deyir. Bu əsas səbəblərdən bu arada biridir. İkinci əsas səbəb nədir? Hal Finney'in Twitter hesabını açdığımızda görürük ki, 21 dekabr 2009-cu ildə belə bir mesaj yazıb. Bitcoin-də daha çox anonimliyi əlavə etmənin yollarını axtardığını deyib. Yəni Bitcoin-ə daha çox anonimliyi, gizliliyi əlavə etmənin yollarını axtardığını baxın bu mesajda deyib və bu mesajda gördüyünüz kimi 21 dekabr 2009-cu ildə yazılıb. Ortaya yəni iddialar atılmışdı ki, iddialar bu şəkildə idi ki, yəni Dorion Nakamoto, yəni bu gördüyünüz şəxs Bitcoin-in qurucusudur.
Ancaq Satoshi Nakamoto nə edir? 2014-ün martın 7-sində gördüyünüz kimi yazır ki, mən Dorion Nakamoto deyiləm və bu arada bunun Satoshi Nakamoto'nun sonuncu yazdığı mesajdır yoldaşlar. Və ondan sonra təbii ki, bu mesajdan sonra 2014-ün martın 7-sində bax bu mesaj yazılır. Hal Finney'in ölüm tarixinə baxın. Hal Finney 28 avqust 2014-cü ildə dünyasını dəyişir. Yəni ki, 58 yaşında Hal Finney dünyasını dəyişir və onun 5 ay öncədən yazdığı sadəcə mesaj bu idi ki, mən Dorion Nakamoto deyiləm. Yəni bütün ipucuları əslində bizi hara yönləndirir? Hal Finney. Elə ən böyük ipucunun biri budur ki, tarixdə ilk Bitcoin göndərimi. İlk Bitcoin göndərimi bu şəxsə göndərilir. Yəni əgər mən təkrardan deyirəm, bir sistemi yaratsam, təbii ki, bunu birinci özüm test edərəm, başa düşdünüz və təəssüflər olsun ki, ChatGPT-ni və ya digər axtarış metodlarını elə bir şəkildə öyrədiblər ki, yoldaşlar, baxın, bu adamın adını açıqlamır. Konkret olaraq demir ki, məsəl üçün, Hal Finney Bitcoin'in və ya blockchain'in qurucusudur. Yəni bunu qətiyyən demirlər. Və gördüyünüz kimi Hal Finney iflic olur dostlarım və iflicdən sonra bir sözlə belə deyim, həyatını dəyişir 2014-ün avqustun 28-də. Yəni ki, gördüyümüz bu adam bu günlərin blockchain'in və Bitcoin'in qurucusudur. İndi sizə qısa bir məlumat da verim. Bu adam avqust ayında dünyasını dəyişib, Hal Finney. Baxın, Bitcoin'in rəsmi web saytını yoxladığımızda Voice üzərindən 18 avqust 2008-ci ildə bitcoin.org saytı yaradılıb və bunun yenilənməsinə baxın, avqustun 5-i 2025-ci ildə yenilənib və avqustun 18-i 2034-cü ilə qədər. Yəni bütün tarixlər əslində Hal Finney'in ölüm tarixini, yəni avqust ayını göstərir, başa düşdünüz. Rəsmi web saytının yenilənməsi falan filan. Ümumiyyətlə yoldaşlar, mən bəlkə də videoda çox bildiyim detalları dilə hal-hazırda gətirə bilmirəm. Amma %100 bir nəticəyə artıq gəlib çıxdım ki, bütün necə deyim, işarələr, yollar bizi hara aparır? Sadəcə və sadəcə Hal Finney. Hal Finney araşdırmaq, tapmaq bizim üçün, mənim üçün əsasən də niyə bu qədər önəmlidir? Çünki mən kriptovalyuta işi ilə 8 ildə artıq məşğulam və həqiqətən də kriptovalyutanı, yəni ilk yaradan şəxs, Bitcoin'i ilk icad eləyən şəxs hər zaman mənim üçün çox önəmli olmuşdur. Ancaq bütün puzzle'ları birləşdirdiyimizdə qarşımıza sadəcə və sadəcə bir şəxs çıxır. İlk başda başlayanda 6 nəfər çıxır yoldaşlar, sıfırdan özünüz də araşdıranda. Yəni belə deyim də, axtarış saytlarının ChatGPT, Google və s. və ilaxır bütün sistemlərin çoxu sizi birbaşa Hal Finney'e yönəldmir. Hətta heç bir də iddia etmir ki, Hal Finney Bitcoin'in qurucusudur. Amma özünüz puzzle'ları məsəl üçün birləşdirdiyinizdə görəcəksiniz ki, Hal Finney Bitcoin'in, blockchain'in qurucusudur və Satoshi Nakamoto Hal Finney'in yaratdığı bir obrazdır. Belə dostlarım, videomuz bu qədər idi. Siz də videonu bəyənərək Kripto Azərbaycan kanalına dəstək ola bilərsiniz. Dediyim kimi, mənim ortaya qoyduğum arqumentlər konkret olaraq real arqumentlərdir. Konkret olaraq düşünün ki, 2008-2009-cu ildə ümumiyyətlə Hal Finney'in bundan öncə qurduğu proyekt falan olsun, hamısı Bitcoin'ə konkret bənzər layihə olmasa da ikinci növbəti proyekti, yəni Bitcoin blockchain olur. Yəni ki, mənim axtarışımın %100 nəticəsi budur ki, Hal Finney Bitcoin'in baxın qurucusudur. İndi burada Marty Malmini görəcəksiniz və ya Adam Bəki falan görəcəksiniz. Onlara da yönləndirirlər. Bu arada Nick Szabo falan insanlar da var. Bunlara da gəlib çıxacaqsınız. Amma dostlarım, puzzle'ları birləşdirdiyinizdə, araşdırma edəndə bütün puzzle'ları
birləşdirdiyinizdə görəcəksiniz ki, təkrardan baxın deyirəm. Halfinli həqiqətən də Bitcoin-in qurucusudur. Bunun ən əsas səbəblərindən elə birisi isə baxın budur, tarixin ilk Bitcoin transferi, ilk Bitcoin-in göndərimi. Amma bunu ChatGPT və ya digər axtarış metodları, süni intellektlər falan heç vaxt demir. Çünki istəyirlər ki, bunun adı ömür boyu yəni sirli qalsın. Başa düşdünüz? Yəni bu sistemin yaradıcısı bilinməsin. Əslində isə hər şey çox sadədir. Yəni bir sistem var ortada, əlbəttə ki, bu sistemin yaradıcısı olmalıdır, bu sistemin arxasında olan bir adam olmalıdır. Həmin bu sistemi, bu ideyanı reallaşdıran Halfinlidir. Onsuz da Bitcoin-in ilk transferindən də hər şey bəllidir. Halfinin Twitter'da yazdıqlarından da hər şey bəllidir. Belə dostlarım, sağ olun, hələlik.